اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Həzrəti İmam Sadiq əleyhissalamdan mötəbər bir rəvayətdə nəql edilir ki, Həzrəti Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm vəfat etdikdə Həzrəti Fatimə-tu Zəhra salamullahi aleyha çox kədərləndi. O zaman bir mələk nazil olub Həzrəti Zəhra ilə danışırdı və ona ilahi xəbərləri çatdırırdı. Xanım salamullahi aleyha onun səsini eşidirdi, lakin şəklini görmürdü. Həzrəti Fatimə həmin mələkdən eşitdiklərini Həzrəti Əmirul Müminin Əli əleyhissalama söyləyirdi və Mövla Əmir o sözləri yazıya alırdı. Beləcə kitab şəklinə salındı. Buna görə də ona Fatimənin Mushəfi adı verildi. Yəni Fatimənin yazılı kitabı və yaxud Fatimənin səhvələr toplusu. Bu mövzuda bəziləri deyirlər ki, bunlar azğındır. Heç peyğəmbər olmayan şəxsə mələk nazil olar. Bunlar azğındır. Niyə? Bunların Qur'an-ı Kərimdən başqa kitabı var. Fatimənin Mushəfini Allah-u Teala'nın kitabı Qur'an-ı Kərim ilə bərabər tuturlar. Cavabında deyirik, səbr elə, sakit ol. İnsafla yanaş və ədalətlə qərar ver. Bax gör, bu düşüncədə olanlar var ya yox. Birincisi, mələklərin insanla danışması mümkündür. Hətta baş vermiş bir hadisədir. Fəlsəfə və kəlam elmində mümkün və vuqu ifadələri var. Mümkün varlığı və yoxluğu bərabər olan şeylərə deyilir. Vuqu isə yəni həyata keçən, gerçəkləşən, reallıqda baş verən hadisənin adıdır. Mələklərin peyğəmbər olmayan bir insanla danışması, yəni ona ilahi xəbəri və yaxud ilahi kəlamı çatdırması nəinki mümkün, hətta baş vermiş bir hadisədir. Dəlili Qur'an-ı Kərimdə Ali İmran surəsinin 45-ci ayəsi. Bismillahirrahmanirrahim. Və iz qalətil mələikətu ya Məryəmu. O zaman ki mələklər dedilər, ey Məryəm. Xanım Məryəm bir xanımdır. Peyğəmbər də deyil. Mələklər xanım Məryəm ilə danışırlar. Ona dedilər, ona ilahi xəbəri çatdırdılar. Neydi o ilahi xəbər? İnnəlləhə yubəşşuruki. Həqiqətən Allah müjdə verir bi kəlimətin minhu. Öz tərəfindən olan bir kəlmə ilə. O müjdə hansı müjdədir? İsmuhu əl-Məsih İsa ibn Məryəm. Ki onun adı Məsih, ərəbcə mübarək deməkdir. Məryəmin oğlu İsa. Görürsünüz, mələklər xanım Məryəmə nazil olur və ona Allah-u Teala'dan olan xəbəri çatdırırlar.
Məryəm oğlu İsa'nın müjdəsini verirlər. O necə bir xüsusiyyətə malik olan şəxsdir? Vəcihan fid-dunya vel-axirəti. Dünya və axirətdə yüksək məqamı var. Və minəl muqarrabin. Və Allah Taala'ya yaxın olanlardandır. Mələklər Həzrəti Məryəmlə danışdılar. Halbuki Həzrəti Məryəm bir insandır, xanımdır, peyğəmbər deyil. Deməli, mələklərin bir insana nazil olması heç də peyğəmbərlərə məxsus deyil. Əgər Həzrəti Məryəm ilə mələklər danışırsa, niyə Siddiqi Tahirə Həzrəti Fatımətu Zəhra salamullahi əleyha ilə danışmasınlar? Ona ilahi xəbəri çatdırmasınlar. Həzrəti Məryəm kimin qızıdır? İmranın qızı. Məryəm bintu İmran. İstəyirsən İmranı mürsəl nəbi olaraq qəbul et, İstəyirsən salih və alim bir şəxs olaraq. Hər iki halda Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm İmrandan üstündür. Nəinki İmrandan, bütün digər nəbilərdən, salihlərdən, bir sözlə məxluqatın hamısından. Yaxşı. Əgər İmranın qızı xanım Məryəmə mələklər enərək onunla danışırlarsa, niyə də İmrandan üstün olan Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləmin bir parçası olan, onun razılığı Allahın razılığıdır, onun qəzəbi Allahın qəzəbidir dediyi qızı Həzrəti Fatımətu Zəhra salamullah əleyhaya mələklər nazil olub onunla danışmasınlar. Nə üçün bu məsələyə təəccüb edirik? Halbuki Həzrət Rəsul-i Əkrəm xanım Zəhraya buyurdu: Ey Fatimə, sən seyyidətu nisəil aləmin olmağına razı deyilsənmi? Ey Fatimə, sən aləmlərin qadınlarının xanımı olmağına razı deyilsənmi? Həzrəti Fatimə salamullah əleyha buyurdu: Ey Allahın Rəsulu, bəs Məryəm necə? Yeri gəlmişkən Ali-İmran surəsinin 42-ci ayəsində Allahu Teala buyurur: Və iz qalətil mələikətu ya Məryəmu. O zaman ki mələklər dedilər: Ey Məryəm. Bu ayədə də mələklərin xanım Məryəmlə danışmağı, ona ilahi xəbəri çatdırmağı göstərilir. İnnəllaha istəfaki. Həqiqətən Allah səni seçdi. Və təhhərəki. Və səni pakladı. Və istəfəki alə nisəil aləmin. Və səni aləmdəki qadınların ən üstünü etdi. Xanım Fatımətu Zəhra bunun üzərindən Rəsul-i Əkrəmə sual verir. Ey Allahın Rəsulu, bəs Məryəm necə? Rəsul-i Əkrəm buyurur: Məryəm öz dövrünün qadınlarının xanımı idi. Mələklər ki deyir, Allah-u Teala səni aləmdəki qadınların ən üstünü etdi, yəni öz dövrünün qadınlarının ən üstünü qərar verdi. Amma sən isə əvvəlkilərin və sonrakıların xanımısan. Yaxşı. Əgər bu hal mələklərin xanım Məryəmlə danışması mümkündürsə, doğru və qəbul ediləndirsə, niyə Fatimə üçün də mümkün olmasın?
o halda nə üçün bu məsələ bizə təəccüblü gəlməlidir? İkincisi nə idi? Deyirlər, bunlar azğındır. Bunların Qur'an-ı Kərimdən başqa kitabı var. Fatimənin Mushəfi. Onlar Fatimənin Mushəfini Qur'an-ı Kərimlə bərabər tuturlar. Doğrudan mı belədir? Xeyr. Gəlin Əhl-i Beyt əleyhimussalamın rəvayətlərinə baxaq. Biri də Həzrəti İmam Cəfər Sadiq əleyhissalamdan mötəbər olaraq nəql olunan bu rəvayətdir. Hüseyn İbni Əbu Əla nəql edir ki, imam buyurdu, bizdə Fatimənin Mushəfi var. İrs olaraq keçir də İmam Həsənə, sonra İmam Hüseyn irs aparır o kitabı, sonra İmam Səccad, ta İmam Sadiq, bu gün də həmin Mushəf Həzrəti İmam Məhdi əleyhissalamdadır. Bizdə Fatimənin Mushəfi var. Amma mən demirəm ki, o Qur'andır. Diqqət eləyin, İmam Sadiq əleyhissalam buyurur ki, Lə əz'amu ənəhu Qur'an. Mən demirəm ki, o Qur'andır. Hətta rəvayətdə əz'amu kəlməsi demirəm kimi yox, güman etmirəm ki, o Qur'andır. Yəni, heç ağlımdan keçirmirəm ki, o Qur'andır. Məsələ aydındır. Hansı Əhl-i Beyt tərəfdarı Fatimənin Mushəfinə Qur'an kimi baxır? Axı, onların itaət etdiyi məsum imamlar özü buyurur ki, biz güman etmirik ki, o Qur'andır. İmam Cəfər Sadiq əleyhissalam arxasıca buyurur, وَلَكِنْ فِيهِ حَدِيثُ مَا كَانْ وَمَا يَكُونَ. Lakin orada, Mushəfdə keçmiş və gələcək hadisələrin xəbəri var. Keçmiş və gələcək hadisələr barəsində məlumatlar var. Bu sadəcə hadisələr ilə əhatə olunmuş bir kitabdan ibarətdir. Nə Qur'anın əvəzinədir, nə də Qur'anla rəqabəti var. Belə olduğu halda, niyə bu məsələyə biz şişirdilmiş halda yanaşırıq? Niyə onu olduğundan böyük göstəririk? Həzrəti Fatimə salamullahi əleyha Əhl-i Beyt elminin qaynaqlarından biridir. Necə? Bəzi ilahi bilgilər digər imamlara Həzrəti Fatimətü Zəhra salamullahi əleyhanın vasitəsilə keçibdir. Bəzi bilgilər elə Mushəf-i Fatimə yolu ilə. Necə ki İmam Həsən Əskəri əleyhissalam buyurur, وَجَدَّتُنَا Fatimə حُجَّةٌ عَلَيْنَا. Anamız Fatimə bizə höccətdir. Yəni, əgər xanım Zəhra salamullah əleyha olmasaydı, o zaman Mushəf olmayacaqdı. Mushəf olmadığı halda bəzi ilahi bilgilər digər imamlara yetişməyəcəkdi. O səbəbdən İmam Həsən Əskəri əleyhissalam buyurur, anamız Fatimə bizə höccətdir. Ola bilsin kimsə təəccüb eləyə bilər. Bir höccət digər höccətə necə höccət ola bilər? İmam Həsən Əskəri əleyhissalam imamdır və ilahi höccətdir. Xanım Fatimətü Zəhra ilahi bir höccətdir. Necə ola bilər ki, bir höccət, xanım Zəhra, digər bir höccətə, İmam Həsən Əskəri və ondan əvvəlkilərə höccət sayılsın? Bunun cavabı var mı? Var. Qur'an-ı
Kərimin ayələrində cavabı var. Həzrəti Musa əleyhissalam kim idi? Ulul əzm peyğəmbəridir. Həzrəti Musa əleyhissalam öz dövrünün ən əfsəl nəbisi idimi? Bəli. Öz dövründə ən üstün nəbi idi. Amma buna baxmayaraq Həzrəti Musa bəzi məlumatları kimdən öyrəndi? Həzrəti Xızır əleyhissalamdan öyrəndi. Quran-ı Kərimdə o macəra göstərilibdi. Bəzi ilahi sirləri Ulul Əzm peyğəmbər olan Həzrəti Musa Həzrəti Xızırdan öyrəndi. Həzrəti Musa da Allahın höccətidir. Həzrəti Xızır əleyhissalam da Allahın höccətidir. Allah-u Teala Həzrəti Xızırı Musa'nın elminin bir mənbəyi qərar veribdi. Hamısı yox, bir mənbəyi qərar verdi. Eləcə imamlar da Allahın höccətidir. Xanım Zəhra salamullah əleyha da Allahın höccətidir. Allah-u Teala Həzrəti Fatimə-i Zəhranı Əhl-i Beyt imamlarının elminin mənbələrindən biri qərar veribdir. Həzrəti Zəhra nurdur. Həzrəti Zəhra imamların elminə nur saçan bir qaynaqdır. Allah-u Teala o mübarəkəni belə qərar veribdir. Burada nə təəccüb, nə də tərəddüd. Bu ilahi hikmətdir. Allah-u Teala bizləri Həzrəti xanım Fatimə-tü Zəhraya mərifət yetirən salih qullarından qərar versin.